Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bizim İslam dini bizlere tövsiye edir ki, dünya malına ürək bağlamayaq. İmam Ali aleyhisselam zibillikdə olan murdarın yanından keçən zaman dünya malına ürək bağlamamaq barəsində belə buyurmuşdur. Budur, xəsislərin xəsislik etdikləri şeyin nəticəsi və ya bu sizin dünən onun üçün çalışaraq rəqabət göstərdiyiniz şeydir. Allah Taala'nın həmd edilir və İzzət Cəlalına bizləri dünya malına ürək bağlayanlardan qərar verməsin. İnşallah.